Huzuru tamam alınmışdı bütün kəndləri. Gecə gün saat 3-də üçün olmalıda. Onların bütün istiqamətdən, bütün Tulu, Gidirçi istiqamətindən hər tərəfli Qəzərin alınmış Xəzər dağı tərəfindən Coşat artilleriya ateşinə tutuldu. 15 dəqiqə ərzində demək olar ki, oradakı uşaqların heç birisi başını qaldıra bilmədilər. Bu dəfə Kümpi tərəfdən 6 dənə T-80, bunun açıq şahidiyəm, tanklar çıxdı. Orada Sevindikdir, Adildir, Ağa Sadıqdır, Xan kişidir. Bax, halaldır bu uşaqlara ona görə ki, onlar qrantamyotla bu 6 dənə tankın qarşısını aldılar ki, heç olmasa uşaqlar sağ-salamat çıxa bilsin. Uşaqlar çıxdılar, sonra demək olar ki, onlar bütün ərazini zəbt elədilər. Məncəlan ata, 3 tata, ancaq qaldı Füzuli. Gecə bizə oldu ki, ancaq Füzulini qorumalı olduq. Bugün isə demək olar ki, Məncəlan atla da qaytarmışıq 3 tətəni də, Coşada az qalmışıq, hər tərəfli əməliyyat gedir. Çox ümidvaram ki, bu yaxın günlərdə, bu gün də sabahda biz o Qəzəri də, Coşatını da, Canalıları da qaytaracaq. Qadın və müharibə. Mənə elə gəlir ki, bütün cəbhələrdə qadınlar olsa, əlbəttə döyüşən qadınlar yaxşı olur. Ona görə ki, oğlanlar var ki, hansı ki ürəksizdirlər, qabağa getməyə qorxurlar. Şəxsən qabaqda qadın zəna xalıqları görəndə istərsəməz onlar da biraz ürəklənirlər. Azərbaycanda yəni ki, qadın ümumiyyətlə döyüşməz. Döyüşən kişi olar. Mən özüm qadın hesab eləmirəm. Ona görə ki, mən sifətdən ailədə kişi kimi böyüdüblər. Dajı mən yaşadığım kətdədir, mənə kişi kimi baxırlar. Onun üçün mən özüm qadın hesab eləmirəm. Ona görə də xahiş edirəm, heç siz də hesab eləməyəsiniz. Kişi var ki, qadın qeyrətindədir, qadın var kişi qeyrətindədir. Onun qeyrəti... Biz müharibəni lap, daha doğrusu qalibiyyəti bir həftəyə də əldə edə bilərik. Şəxsən mən bax, burada uşaqlar, adlarını çəkmirəm, ancaq bax, burada toplaşan uşaqların hamısı çox ürəkli uşaqlardır. Onlarla mən çox demək olar ki, bir 13-14 dəfə olmuşam, döyüşdə görmüşəm onların qeyrətlərini. Mani olan nədir? Mani olan odur ki, valla necə deyim sizə, manini özümüz, mən sizə dedim, özümüzə mani oluruq.